Cin suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. De ki, mənə vəhiy edilib, mən Quran oxuyan zaman bir dəstə cin qulaq verib dinləmiş, qayıdıb öz qövmünə belə söyləmiş: heyrətamiz bir Quran dinləmişik. Doğru yola yönəldəndir bu Quran. Buna iman gətirmişik. Daha heç bir kimsəni Rəbbimizə şərik qoşmarıq. Ucalardan ucadır Rəbbimizin böyüklüyü. Nə bir zövcə, nə bir övlad götürməmiş özünə. Allah'ın adına yalanlar yaxardı içimizin ağılsızı. Biz güman eləməzdik insanlarla cinlər Allah'ın adına yalan yaxa bilələr. İnsanların bəzisi cinlərin bəzisinə gerçekten sığınardılar ve bunların ağılsızlığını daha da artırardılar. Onlar da sizin kimi elə bilərdilər, heç kəsi yenidən dirildən deyil Allah. İstədik göyə çıxart, yanar odla silahlı, güclü keşikçilərlə, mələklərlə dolu gördük biz göyü. Göyə qulaq vermək üçün, mələklərin söhbətini eşitmək üçün göyün bəzi yerlərində yer tutub oturardıq. İndi göyün söhbətini kim dinləmək istəsə, ona tuş gələcək bir alovla rastlaşar. Şər mi istənilmiş yer üzündə onlara, xeyir mi dilənmiş Rəbbi onlara bilmərik. Aramızda yaxşılar da, pislər də var. Ayrı-ayrı yolların yolçularıydıq. İndi anlamışıq yer üzündə, qalsaq da belə, başqa bir məkana qaçsaq da belə, aciz qoya bilmərik biz heç zaman Allah'ı. Doğru yolu nişan verən Kur'an'ı dinləmişik, ona iman gətirmişik. Rəbbinə inanan kəs nə savabının azalmağından, nə pisliyinin artmağından qorxuya düşməz. Aramızda özünü Allah'a təslim edənlər də, zalim kafirlər də var. Doğru yola yönəlmiş özünü Allah'a təslim edən kimsələr. Zalim kafirlərə gəlincə isə cəhənnəmə atılan odunlar olmuş onlar. Doğru yolun yolcusu olsaydılar, bolluca su göndərərdik onlara. Göndərərdik ki, sınağa çəkək onları. Rəbbini anmaqdan boyun qaçıran kəsi artdıqca artan bir əzaba uğradar o. Məscidlər Allah'ındır. Oralarda Allah'a dua eləyən zaman duanıza başqasını qatmayın. Allah'ın bəndəsi Həzrət Peyğəmbər ayağa qalxdı ki, ona dua eləyə. Az qaldılar bir-birini minələr Qur'anı dinləmək üçün. De ki, təkcə Rəbbimə dua edirəm, ona bir kimsəni şərik qoşan deyiləm. De ki, mən sizə nə zərər, nə yarar verməyi bacaran deyiləm. De ki, Allah'ın qəzəbinə düçar olarsam, onun əzabını heç kim məndən sova bilməz. Ondan başqa heç kimə sığınan deyiləm. Mənim öhdəmdə olan Allah'ın dərgahından gələni, onun göndərdiklərini
yalnız bəyan eləməkdir. Cəhənnəm odu gözləyir Allaha və Rəsuluna qarşı çıxan kimsəni. Od içində əbədilik qalar o. Belələri gördümü vəd verilən əzabı, onda biləcəklər kimin yardımçıları daha zəifdir, kimin adamları sayca daha azdır. De ki, mən bilərəm, bilmərəm, sizə vəd verilən yaxındamı, yaxud Rəbbim uzatmışmı öz vədəsini. Görülməzi bilən Allah özünün görülməz aləmi ilə heç kəsi tanış eləməz. Yalnız özünün seçdiyi hər peyğəmbərə qeybdən istədiyi bir şeyi bildirər Allah. Önündən, arxasından ona göz qoyan mələkləri göndərər o. Göndərər ki, bilə o Rəblərinin göndərdiyi kəlamları peyğəmbərlər necə bəyan edirlər. Onların işlərini bilər, hər şeyin hesabını aparar birər-birər.